Növbəti dərsimiz divar kağızlarının çəkilmə texnologiyası, divar və tavanların rənglənməsidir. Biz köhnə divar kağızlarını təmizlədik digər mövzuda. Rəngi təmizlədik, malalama, son malalama işlərini apardıq və indi də divar kağızlarının çəkilməsi texnologiyasını öyrənəcəyik. Divar və tavanların rənglənməsi nədən ibarətdir, hansı alətlər lazımdır, onları öyrənəcəyik bu mövzuda. İstənilən mənzilin gözəlliyi əsasən onun divarının tərtibatından asılıdır. Belə, gözəllik nədən asılıdır? Divarlarının tərtibatından. Mənzilin interyerinə çox əmək və vəsait sərf etmədən yalnız divar kağızlarını dəyişməklə gözəlləşdirmək olar. Divar kağızları zövq ilə seçilmiş mənzildə yaşamaq rahat və zövq vericidir. Deməli, hansı ki, evin divar kağızları zövq ilə seçilir, orada yaşamaq rahatdır və zövq vericidir. Biz çox pul xərcləmədən sadəcə divar kağızlarını dəyişməklə evi gözəlləşdirə bilərik. Divar kağızlarının hansı növləri var? Gəlin baxaq. Müasir inşaat bazarı alıcılara müxtəlif növdə divar kağızları təklif edir. Kağız əsaslı, velür, tekstil, şüşə lifli və vinil. Kağız əsaslı, velür, tekstil, şüşə lifli və vinil. Velür, vinil, tekstil, şüşə lifli və kağız əsaslı. Divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Deməli, insanı valeh edən nəymiş? Rəng və forma müxtəlifliyi. Divar kağızı mənzilin xarakterinə uyğun seçilməlidir. Bəli, xarakterinə uyğun seçilməlidir. Otağın və bütün mənzilin ümumi ahənginə cavab verməlidir. Divar kağızlarının çəkilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün baxın bu şəkildə bizə alətlər lazım olacaq. Alətlər və tərtibatlar. Yapışqanın sürtülməsi üçün fırça. Baxın, yapışqanı sürtmək üçün fırça. Divar kağızını hamarlamaq üçün şotka. Bax, bu yapışqan sürtmək üçündür. Bu da hamarlamaq üçündür. Bu gördüyümüzdür 3-də süngərli mütəkkədir. Buna valik də deyirlər. Lak və boya materiallarını çəkmək üçün rəngsaz alətidir. Kağızın kəsilməsi üçün kəsmə bıçağıdır. Kəsmə bıçağı. Diskli bıçaqdır, hansı ki döşəmə haşiyəsinin kənarı ilə nəm divar kağızını kəsmək üçün təsəvvür edin ki, bu bizim divarımızdır. Belə deyək, burada aşağı döşəməyə yaxın hissəsindən biz diskli bıçaqla nəm divar kağızını rahat kəsə bilirik. Divar kağızlarını zolaqlar boyunca kəsmək üçün qayçı, zolaqlar boyunca kəsmək üçün qayçıdır. Şaquli naxışlı divar kağızlarına nəzarət üçün şaqul. Buna şaqul deyirlər. Naxışlı divar kağızlarına nəzarət üçün. Materialların səthini təmizləmək üçün süngər. Bəli, bu da süngərdir. Yapışqan və su üçün vedrədir. Maladır. Vintaçandır. Bir də ki, hərəkətli tikinti körpüsüdür. Bəli, buna nərdivan deyirik. Hərəkətli tikinti körpüsü. Divar kağızlarının çəkilmə texnologiyası necədir? Gəlin, müəllimlər, diqqətlə baxaq və qeydlər götürək. Divar kağızının çəkilmə texnologiyası divarın uzunluğu ölçülür. Təsəvvür eləyə, bu bizim divarımızdır. Bu da bizim. Divar kağızını ölçürük. Birinci. Ölçdük. Divar kağızından aşağı və yuxarı hissələrdən bir qədər 3-4 cm əlavə buraxmaqla uyğun ölçüyə uyğun hissə kəsilir. Deməli, divarın uzunluğu 20, məsələn üçün deyirəm də 20 cm və yaxud da ki 1 metr 70 cm-dırsa, biz onu 3-4 cm əlavə buraxmaqla həm yuxarıdan, həm də aşağıdan 24 28, ümumi götürəcəyik 28 cm divar kağızı. Niyə?
4 sm yuxarıdan buraxdıq, 4 sm də aşağıdan. Nümunə üzrə digər hissələrdə kəsilir. Bəli, rulonda olur divar kağızları. Digər hissələrdə kəsilir. Kağızları düzəltmək üçün rulonlar əks istiqamətlərdə vurulur. Bir var düz istiqamətdə vurulsun, bir də var əks istiqamətdə. Divara ikinci addımımız nə oldu? Nümunə üzrə digər hissələrin kəsilməsi. Birinci ölçdük. Hansı ki ölçüyə uyğun divar kağızı kəsdik. 3-4 sm aşağıdan və yuxarıdan buraxmaqla. Nümunə üzrə digər hissələrdə kəsdik. Kağızları düzəltmək üçün rulonlar əks istiqamətdə vuruldu. Sonra divara süngərli mütəkkə ilə yapışqan çəkilir. Hara çəkilir? Divara. İş hardan başlayır? Pəncərə kənarından yaxud küncdən başlanılır. Pəncərə varsa, pəncərə kənarından. Pəncərə kənarından və ya divar küncdən başlanılır. İlk hissə yapışdırılır. Hündürlüyə şaqül vasitəsilə nəzarət edilir. Hündürlüyə şaqül vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır. Bir dəfəlik açmırıq, tədricən. Əks tərəfə ilə kleyi vurmuşuq, əks tərəfə bükmüşük. Tədricən açılır və yapışdırılır. Divar kağızı plastik mala ilə də divara sıxılır. Plastik mala ilə. Tavan və döşəmə haşiyələrinin xətti üzrə divar kağızı kəsilir. Bu ərazilərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırçadan istifadə olunur. Sonra digər kəsilmiş hissələr yapışdırılır. Deməli, bizə süngərli mütəkkə lazım olmadı. Kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkə yox, kiçik fırçadan istifadə edirik. Qapılar yerləşən sahədə. Təsəvvür edək, bu bizim divarımızdır. Burada da bir qapımız var. Qapılar yerləşən sahədə tavandan qapının başına qədər, qapının başına qədər məsafə ölçülür. Bu ölçüdə divar kağızı kəsilib yapışdırılır. Divar kağızı, deməli, bura ölçdük, məsələn üçün. 40 cm götürək. Məsələn üçün deyirəm. Ölçdük və bu ölçüdə divar kağızı kəsdik, yapışdırdıq. Hansı ki biz 3-4 cm-də əlavə buraxırdıq yaxı. 3 cm əlavə götürsək 46 cm olacaq. 4 cm əlavə buraxmaq istəsək 48 cm olacaq. Kağızın kənarları sonradan qapı çərçivəsi ilə örtülür. Qapı çərçivəsi. Təsəvvür edin, burada çərçivələri olur. Çərçivələri çıxarırıq, divar kağızını vururuq, sonra çərçivəni yerinə taxırıq. Elektrik açarları və şəbəkələri olan yerdə kağız hissənin üzərindəki kəsiklə aparılır. Məsələn üçün, divarda hansı ki elektrik açarları var, elektrik şəbəkələri var. Bax, bu yerləri kağız hissənin üzərində kəsik aparılır və sonra bıçaqla artıq hissələr kəsilib götürülür. Kəsik aparmayı nədən bu formada kəsik apardıq. Sonra kəsiklərin kənarı sonradan şəbəkə qapaqları ilə örtülür. Şəbəkə qapaqları nədir? Elektrik çəngəlinin qapağı. Divarların rənglənməsi. Divarların rənglənməsi texnologiyası nədən ibarətdir? Gəlin baxaq. Rəngləmədən qabaq alətləri nəzərdən keçiririk. Fırçalar və süngərli mütəkkələr təmiz olmalıdır. Fırça və süngərli mütəkkə təmiz olmasa, divarda çirkin və ləkəli görünəcək. Onların üzərində əvvəlki boyanın qalıqları qalmamalıdır. Fırçalar qopmuş tüklərdən təmizlənməlidir. Yoxsa onlar rəngləmə səthinə yapışıb qalacaq. Fırçalar soyuq suda 20-30 dəqiqə isladılmalıdır. Nə qədər isladılır? 20-30 dəqiqə. Canına su yığmış və şişmiş fırça işlənmədən öncə silkələnməli,
quru əski ilə silinməlidir. Deməli, 20-30 dəqiqə suya qoyduq. Suya qoyandan sonra, hansı ki suyu canına yığıb, şişib də fırça düzdür. Silkəliyirik, suyu tökülsün və sonra quru əski ilə silirik. Yalnız bunlardan sonra rəngləməyə başlamaq olar. Əvvəlcə rəngsaz skotsunun köməyi ilə rənglənən səthin sərhədləri qeyd olunur. Deməli, skots vasitəsilə rənglənən səthlər qeyd olunur. Sonra pəncərə və qapı qutuları, tavanı bitişik səthlər örtülür. Pəncərə və qapı qutuları, tavanı bitişik səthlər örtülür. Boya rənglənən səthin perimetri boyunca 5-10 cm enində çəkilir. Deməli, səthin perimetri boyu 5-10 cm enində çəkilir. Yuxarı, aşağı, sağa, sola hərəkətlə sürtülür. Sonra divarın qalan hissəsi süngərli mütəccə ilə rənglənir. Deməli, yuxarı, aşağı, sağa, sola hərəkətlə sürtdük. Sonra divarın qalan hissəsi süngərli mütəccə ilə rənglənir. Perimetr boyunca nə qədər çəkdik? 5-10 cm. Bəs necə sürtdük rəngi? Yuxarı, aşağı, sağa, sola. Sonra divarın qalan hissəsi süngərli mütəccə ilə rənglənir. Rənglənmək üçün bizə alətlər lazımdır. Gəlin baxaq. Süngərli mütəccə. Bəli, süngərli mütəccə. Fırçalar. Bəli, fırçalar. Boya üçün vedrə. Drill mikser. Şüşənin çirklənmədən qorunması üçün skoç. Bəli, bax, burada da skoç. Fleys nədir, müəllimlər? Fleys böyük səthləri ölçmək üçün iri fırçadır. Aha. Deməli, divarların rəngləmə texnologiyası nədən ibarət oldu? Fırçaları əvvəlcə istifadə eləməmişdən qabaq isladırıq. Nə qədər? 20-30 dəqiqə. Sonra təmizləyirik, quru əski ilə silirik. Bizə nə lazım oldu? İşə başlamaq üçün rəngsaz skoçu lazım oldu. Skoçu vurduqdan sonra pəncərə və qapı qutuları da tavana bitişik səthlərdə skoç vasitəsilə örtülür. Boya rənglənən səthin perimetri boyunca 5-10 cm enində çəkilir. Altlığa boya tökülür. Süngərli mütəccə boyaya batırılır. Bəli, altlıq budur, boya tökdük. Süngərli mütəccə boyaya batırıldı. Sonra altlığın kələkötür səthi üzərində hərəkət etdirilən süngərli mütəccədən artıq boya süzülür. Bəli. Kələkötür səthi ki var burada, o səthə toxunmaqla, irəli-geri hərəkət etdirməklə süngərli mütəccədən artıq boyanı süzə bilirik. Rənglənmə necə aparılır? W şəkilli hərəkətlə yuxarı, aşağı olmaqla aparılır. W şəkli. Hər qat digərini 3-4 cm örtməlidir. Bunu çəkdik. Bax, burada 3-4 cm məsələn üçün örtür digərini. Deməli, 3-4 cm hər qat digərini 3-4 cm örtdüsə, belə rənglənən divar necə olur? Düz və hamar səthə malik olur. Rəngsazlıq işlərinə təhlükəsizlik qaydaları. Deməli, rəngsazlıq işlərinə təhlükəsizlik qaydaları. Gəlin görək hansı təhlükəsizlik qaydaları var. Rozetkalar və elektrik açarları. Rozetkalar və elektrik açarları olan yerlərə divar kağızı çəkərkən mənzilin işığını elektrik şəbəkəsindən ayırın. Bəli, hansı ki, cərəyanla işlədikdə biz ümumiyyətcə işığı ümumilikdən dayandırırıq. Hündürlükdə aparılan rəngsazlıq işləri zamanı etibarlı və möhkəm nərdivanlardan istifadə etmək lazımdır. Əgər hündür yerə vururuksa,
Yapışqandan istifadə edərkən qablaşdırmanın üzərində göstərilən qaydalara riayət edin. Yapışqan əgər istifadə ediriksə, qablaşdırmada göstəriləndən istifadə edirik. Divar kağızını çəkib qurtarandan sonra əlləri yaxşı-yaxşı yuyun. Nəfəs yollarını zədələnmədən qorumaq üçün respirator nə edir müəllimlər? Ağız və nəfəs borularını zəhərli maddələrdən və tozdan qoruyan cihazdır. Yaxud tənzif sarğıdır. Əllərin və üzün dərisini qorumaq üçün, papaq, eynək, əlcək, qoruyucu krem və s. istifadə edilir. Boya, lak durulaşdırıcı və kimyəvi maddələri ağzı bağlı qablarda saxlamaq lazımdır. Boyadır, lakdır, durulaşdırıcıdır. Rəngsazlıq işləri zamanı tez-tez otağın havasını dəyişir. Lak, boyama işlərində açıq oddan istifadə etməyin. Deməli, lak boyama işlərində açıq oddan istifadə eləmirik. Otağın havasını tez-tez dəyişirik. Ağzı bağlı qablarda saxlayırıq. Rəngsazlıq işləri qurtarandan sonra otaqdakı lak boya vasitələri, hopdurulmuş əski qoymaq olmaz. Lak boyama vasitələri, hopdurulmuş əskiləri qoymaq olmaz. Yəni, otaqdan iyi gələcəkdən zaten lak boya işi görəndən sonra iyi gəlir. Təhlükəsizlik qaydalarında belədir ki, lak boyama vasitələri, hopdurulmuş əskini qoymaq olmaz. Belə, bu mövzudan nə öyrəndik müəllimlər? Bu mövzudan öyrəndik ki, divar kağızının hansı növləri var, hansı alətlərlə, hansı tərtibatlarla işlədir, divar kağızlarının çəkilməsi texnologiyası necədir, divarların rənglənməsi texnologiyası nədən ibarət idi, hansı formada rənglədir, təhlükəsizlik qaydaları hansılardır?